Allah'tan istəyirəm, Allah Teala qardaşlarımızın ibadətini qəbul eləsin, həmçinin kəsilən əqiqləri də Allah Teala qəbul eləsin və o övladları salih evladlar eləsin. Həm valideyn üçün, həm cəmaət üçün, həm ümmət üçün, ölkəmiz üçün faydalı evladlar eləsin. Təbii ki, qardaşlar, bugün istədim ki, qısa evladın tərbiyəsi, biz daim danışırıq valideynin haqlarından evlad üzərində. Lakin bilmək lazımdır ki, evladın da valideyn üzərində haqları var. Və evladın da valideyn üzərində haqları var. Və o haqlardan biri və ən böyüyü valideynin övladı üçün salih duasıdır. Çünki Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, valideynin duası rədd olunmur. Abu Hureyre radiyallahu anh buyurur ki, 3 dənə dua var ki, Allahla qul arasında pərdə yoxdur. Birincisi, valideynin öz övladına etdiyi duadır. İkinci, məzlumun duasıdır. Bir də ki, müsafirin duasıdır. Allah Teala, onlar dua eləyəndə Allah Teala qəbul edir. Və qardaşlarım, evladın tərbiyəsi mühümdür. Tək evladın haqları, onun adının qoyulması, saçının qırxılması və sədəqə verilməsi, əqqin kəsilməsi tək bu deyil. Evladın əsas haqqı valideynin üzərində onu gözəl şəkildə tərbiyə eləməsidir. Niyə bu mövzunu seçdim? Çünki çox qardaşlarımız tərbiyədə gecikirlər. Günlərin bir günə ayrılırlar ki, uşaq ibadətləmir, namaz qılmır, valideynə qarşı gəlir. Nəinki ibadətləmir? Allah qorusun, bir də görsən ki, şübhəli fikirlərə düşür, ateist fikirlərinə düşür. Bugün fitnələrin, dağların arasından selin gəldiyi kimi gələn vaxtıdır. Biz valideynlər göz açıq olmalıyıq. Evladların tərbiyəsində gecikməməliyik. Uşaqlıqdan başlamaq lazımdır tərbiyə. Vallahi gecikdiyin hər saatın öz hökmü var, hər günün öz hökmü var. Nə qədər gecikirsən, o qədər peşman olacaqsan uşağın tərbiyəsində. Və ən böyük tərbiyə sənin doğundur. Allahdan onun islahın və salihliyin istəməyindir. Çünki hidayət verən Allahdır, islah eləyən, salih eləyən Allahdır. Sən səbəbsən. Əgər dua eləyib, sonra tərbiyə başlasın, Allah Teala sənə çoxlu səbəblər yaradacaq və çoxlu yollar göstərəcək. Və buna qətiyyən səbirli olmaq lazımdır və bu yoldan usanmaq, bezmək olmaz. Necə yerinə düşərdi, istəyirəm Şeyx Abdurrazaq, Allah onu qorusun, gözəl bir qissə danışır, çox faydalı, təsirli bir qissədir. Deyir ki, bunu mənə danışıb, o Kəbənin qırağında dayanan əskərlər var ya, o Həzərül Əsvədi daşıb qoruyan, o Kəbənin divarlarından tutub gözləyən əskərlər deyir. Onlardan biri mənə danışıb və deyir ki, bir gün deyir, orada növbədə idim. Qulağıma deyir, bir səs gəldi və o səs məni deyir, cəlb elədi. Gördüm ki, bir dənə kişidir, ağlaya-ağlaya Allah Teala'ya dua edir. Deyir ki, ya Rabbi, mənə evlad ver, ya Rabbi, mənə evlad ver. Necə ki, bu canlıqda, bu insanlara evlad vermişsən, hamısının evlad var, mənə də evlad ver. Və təkidlə dua edir. Və deyir, keçdi, getdi və deyir, bu hadisənin üstündən illər keçdi. Təqribən 18-20 il. Bir dəfə də deyir, həmin yerdə yenə də növbədəyəm. Dayanmışam. Gördüm, qulağıma tanış bir dənə səs gəlir. Gördüm, ağlaya-ağlaya bir nəfər dua edir. Deyir ki, ya Rabbi, evladımı həlak elə, onu öldür. Və deyir, baxdım, gördüm ki, həmin adam biraz dəyişib, saçı saqqalı biraz ağarıb, təbii ki, yaşın üstünə yaş gəlib. Və deyir, tez düşdüm, yoldaşa dedim ki, mən yerimi əvəz elə növbədə. Düşdüm, deyir, o kişi, qolundan deyir, tutdum, çəkdim qırağa. Dedim ki, ay kişi, sən neyinirsən? Sən deyir, mən deyir, sən tanıyıram, mən sən haradasa 18-20 il bundan qabaq, sən döyürdün, burada ağlayıb, ya Rabbi, mənə evlad ver, necə ki, bu insanlara vermişsən deyən. Həmin kişi sən deyirsən? Deyir ki, bəli. Deyir ki, sən həmin yerdə 2 dəfə övladına sən zülm eləmişsən. Həmin o əskər deyir o kişiyə. Gör, necə fəhmli, dəvətin yerin bilən, məqamı güdən bir əskər olur. Allah onları qorusun.
onların da böyük əziyyəti var. Və deyir ki, sən həmin yerdə o Kəbədən sallanaraq 2 dəfə dua elədin. İkisində də öz evladına zulm elədin. Birincisi, sən o vaxtı dua eləyəndə mənim yadımdadır. Sən deyirdin ki, Allahım mənə evlad ver, mənə evlad ver. Sən demədin ki, Allahım mənə salih evlad ver. Rabbi həbli minəs salihin. Peyğəmbərin duasıydı. Allahım mənə salih evlad ver deyə dua eləmişdi. Sən deyir, Allahdan evlad istədin. İndi Allah sizə evlad verir. İndi deyir, 18 il, 20 il keçir, gəlib həmin övladın həlakın Allahdan istəyirsən. Sən necə insansan? Gəlmirsən bura duaların qəbul olan yerinə. Burada evladın həlakın istəyirsən. Elə islahın istə də. İslahın istə, duanın qəbul olan yerdə de ki, Rab, Allahım, evladımı islah elə, onu tərbiyəl, onu düzəl. Və tutur o kişinin qolundan deyir ki, qayıd həmin yerə. Ged həmin yerdə dua elə. Və o qayıdır ora, yəni də o Kəbənin qapısından sallanır və deyir ki, Allahım, evladımı islah elə, Allahım onu tərbiyə elə, ya Rabbi, ona hidayət ver. Və deyir ki, bir il keçdi sizindən, gördüm həmin kişi yanında oğlu ilə gəlir. Və mənə deyir, çağırdı, dedi ki, vallahi, mən burada dua eləyən anda, onun islahını istədiyim vaxtda, o, həmin yerdə öz ölkəmində, Pakistan olur, Hindistana Allah bilir. Həmin yerdədir, tövbə eləyib, heç mənim xəbərim olmadan gedib məscidə ibadətə başlayıb Allaha. O bu deyir, Allaha həmd olsun, salih bir övladdır. Allah Taala deyir, sənə bərəkət versin ki, mənə düzgün yol göstərdin. Bu şeylərdən qardaşlar biz çoxlu ibrətlər, dərslər götürməliyik. Vallahi valideynin duası, xüsusən ananın duası, övlad üçün mühümdür. Gedin ananızın yanına dua istəyin ondan. Böyük sələflərdən, alimlərdən biri deyir ki, uşaq idim, deyir, dilim pəltə idi. İstəyirdim, lakin deyir, Quran oxuya bilmirdim. Oxuyanda, danışanda deyir, pəltə kimi danışırdım və bu deyir, məni utandırırdı. Bir dəfə də deyir, bizim şəhərə deyir, qarilər gəldi, Quran oxuyanlar gəldi. Başladılar uşaqları öyrətməyə, onları oxutdurmağa. Və deyir, sıra gəldi, çatdı mənə. Gəldim, deyir, utana-utana onun qabağında, başladım, yəni, dilim pəltə kimi deyir, oxudum. Mən dedi ki, oğlum, oxuya bilmirsən, mən dedim ki, bazarmıram, nə qədər istəyirəm, dilim açılmır. Dedi ki, anon var, dedim ki, bəli. Dedi, ged ona dinən səhəsin dua eləsin. Mən de deyir, getdim anamın yanına, dedim ki, ana, mən oxumaq istəyirəm də, mənim dilim açılmır, dua eləməlisin. Və deyir, anam dua elədi. Allah həmd olsun deyir, açıldı, öyrəndim, əzbərlədim. Sonra getdim deyir Bağdada, hədis əzbərlədim, elm əhlinin yanında oturdum və qayıtdım deyir öz ölkəmizə və deyir artıq o böyük elm tələbəsi idi, alimlərdən idi. Bir dəfə də deyir məsciddə İmam Müzənin kitablarından birini deyir müzakirə edirdim tələbələrlə, danışırdıq ərəbcə, müzakirə edirdi, o dəlillər gətirirdi və s. Gördüm deyir qapı açıldı, həmin şeyx girdi içəri. Girdi içəri deyir, mən onu deyir tanıdım, o mən tanımadı. Gəldi deyir, dərs qutarandan sonra da çatdı, yanıma dedi ki, oğlum, bax sən bu səviyyən var, indiki səviyyə, ona necə çatmaq olar? Neçə ilə çatmaq olar? Deyir, vallahi gülümsədim, istədim ona dedim ki, anon var, ged anova dilən, səhəsin dua eləsin, çatacaqsan. Vallahi, qardaşlarım, bu mühümdür. Bizim tanıdığımız əhl-i-sünnə böyük imamları, alimləri, hətta bildiyiniz böyük sahabələr, Ənəs ibn Məlik radiyallahu anhu, onların əksəriyyətinin tərbiyəsində anaları olub. Anaların duası da İmam Buxari, Rahimullah ibn Kəsir və s. böyük alimlər. Ona öyle diqqətli olmaq lazım bax bu məsələdə. Övlad üçün salih dua edəcəksən, səbəblərdən tutacaqsan, gecikməyəcəksən, hər günün sənin üçün önəmli olmalıdır. Onun ibadətlərində güdəcəksən, necə təhsilində və s. Seçkinə. İbadət önəmli olmalıdır, birinci olmalıdır, şəri elmlər səsin birinci olmalıdır. Sonra dünyasın fikirlər. Necə dərsə gedəndə səhər-səhər ata, ana, durğuz evladı 8 tamamda məktəbdə olmalıdır. Bəli. Fikirləşmə ki, yaydı, saat 3-dədir, 4-ün yarısıdır sübh namazı. O biraz da yatsın, saat 6-da qılar. Elə şey eləmə, vallahi. Qəfil ölsün, o həmişə 6-da qalacaq sübh namazın, 9-da qalacaq sübh namazın. O vərdiş onun beynində qalacaq, elə biləcək ki, elə eləmək lazımdır. Vallahi gördüyünüz o salih insanlar, əksəriyyəti valideynlərin tərbiyəsi ilə, onların səbri ilə, səbatı ilə olub.
o yerə gəlib çıxıblar. Sən də bugün valideynsən. Bax, övladı onun üzərində tərbiyə elə, xüsusən dua mühümdür. Çünki bax, Fudeyl ibn İyad rahimehullah özü bilirsiniz də tabiinin böyüklərindəndir, mühəddisdir, hədis alimidir. Oğlu Əli, qardaşlar, çox pis bir evlad olur əvvəlində, çox pis. Bütün cinayətlər, yol kəsmək, xarab işlər. Və nə qədər, təsəvvürlə Fudeyl ibn İyad özü alimdir, insanlara dərs keçir. Nə qədər oğlun istəyir ki, düzəltsin, görür ki, əmələ gəlmir. Axırda əl nasır deyir ki, ya Rabbi, mən bunu tərbiyə elə bilmədim, sən bunu tərbiyə elə. Və Allah da onun duasını qəbul edir. Oğlu Əli elə bir abid olur ki, abidlikdən, zahidlikdən danışan hər bir insan o Əli Rahiməllahın həyatına mütləq toxunur. Sonda da qardaşlar namaz üstündə ölür. Namazın üstündə ölür. Aya oxuyur, o aya ona o qədər təsir edir ki, ürəyi partlayır, ölür. Təsəvvürlə, əvvəl və son. Və budur qardaşlar, Allahdan istəyirəm, Allah təala bizim evlatlarımızı islah eləsin, salih eləsin. Və bu işdə Allah təala bizi səbirli olan qullarına eləsin. Allah təala qardaşlarımızın ibadətini qəbul eləsin. Və aqulu ma təsmaun, astaghfiru innehu huvel gafurur rahim. Və sallallahu və səlləm alə nəbiyyina Muhammed və alə alihi və səhbihi əcmaîn. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.